Seyid Cəfər Pişvəri adına Humanitar Fənlər Gimnaziyasında Mən Azərbaycanlıyam adlı bədii qiraət müsabiqəsi keçirilib. Müsabiqə 31 mart Azərbaycanlıların soyqırımına həsr olunub və Hicaz Production'un təşkilatçılığı ilə baş tutub. Tədbirin girişində Azərbaycan dövlət himni səslənib, daha sonra soyqırım haqqında auditoriyaya məlumat verilib, bədnam qonşuların dənizdən dənizə erməni dövləti xulyası altında etdikləri vəhşiliklər haqqında söz açılıb. Müsabiqə boyu iştirakçılar şeirlər səsləndiriblər. Şagirdlərin bacarığını əməkdar aktyor Azad Şükürov, əməkdar aktrisa Fərqanat Ekşiyeva, senarist Azər Cəfərov və digərlərindən ibarət münsiflər heyət qiymətləndirib. Alan torpağımızdır, daşımızdır. Bu vətən birdir, unudulmazdır, silinməzdir. Bu şüar var dilimizdə. Bu vətən birdir, bölünməzdir. Əməkdar aktyor Azad Şükürov bu cür tədbirlərin keçirilməsinin zəruri olduğunu qeyd edərək, gələcək nəslin yetişməsində poeziyanın mühüm əhəmiyyəti olduğunu bildirib. Poeziya, şeirlə məşğul olan uşaqlar mütləqdir ki, tərbiyəli olurlar və həyatda da özlərini aparanda biraz başqalarından müsbət mənada seçilirlər. Bu mənada bu məktəbdə bugün poeziya bayramının keçirilməsi, müsabiqənin keçirilməsi bizi çox sevindirir və bu uşaqların gələcəkdə, həyatda bir müvəffəqiyyətli mövqe tutacağına bizim heç şübhəmiz yoxdur. Hicaz Production icraçı direktoru Ayaz Məmmədov müsabiqənin final mərhələsinin Ulu Öndər Heydər Əliyevin doğum günü ərəfəsində keçiriləcəyini deyib. Bizim Mən Azərbaycanlıyam adlı silsilə bədii müsabiqəsinin 5-ci müsabiqəsidir. Hər müsabiqədə biz Azərbaycan ədəbiyyatına aid şeirlər səsləndiririk uşaqlar. Bu müsabiqənin finalı Heydər Əliyevin, Ulu Öndərimiz Heydər Əliyevin doğum gününə təsadüf edəcək may ayında və bu 5 müsabiqədə iştirak edən 1-ci, 2-ci, 3-cü yer tutanların yekun finalı olacaq. Ayağa dur, səninləyəm, səs getməyən, əl yetməyən, qədim tarix dərəsindən səs ver mənim səsimə sən. Sənə gələn, səndən ötən nəydi belə? Səndən ötüb qardaşına dəydi belə. Səndən